Baxın, Azərbaycanda 600-dən çox yağ markası satılır. 2 milyon olmayan bazarımız üçün kifayət qədər çoxdur. İndi nə qədər yağlar sıradan çıxacaqlar. Çünki o rəqabətə davam gətirə bilməyəcəklər. Onun qiyməti istərsəməz artacaq. Onun alıcısı, məsələn, sizin yağa verəcəyiniz pul 100 manat ətrafındadırsa, dəyişmirsə, o yağ 150 manat oldusa, siz keçəcəksiniz yenə də deyək ki, 70-dən 100-ə gələn bahalaşan yağa. Yəni siz daha aşağı yağa keçməyə çalışacaqsınız və təbii ki, o halda da həmin o yuxarı rəqabətdə müəyyən markalar bazardan çıxacaqlar. 100% çıxacaqlar. Yəni bu 600-dən ən azı bir 50-si, 100-ü itəcək bu belə davam eləsə. Yəni o biznesini dayandıracaq da keçəcək başqa ucuzlu yağlara. Bəs ümumiyyətlə Raqib bəy, ucuzlu yağlara keçəcək deyirik. Bəs bu sürücülərin başına bir hansısa formada oyun açmayacaq mühərriklərdə? Təbii ki, açacaq. Problem çıxacaq ortalığa. Ucuz yağ mən avtomobil Dobsku başqa bir şey tələb eləyir. Sən məcbursan gedirsən daha ucuz keyfiyyətsiz yağdan. Yəni bunu dərhal hiss eləməyəcək sürücü. Sürücü məsələn ilk yağ dəyişmədə görəcək ki, hə də yəni maşında bir problem yoxdur və adətən belə də olur. Amma necə ki, o hətta elə biləcək ki, o indiki kimi artıq ödəyirdi. Sonra yavaş-yavaş o 1, 2, 3, 5 yağ dəyişmədən sonra baxacaq yağ azalma başladı, baxacaq səslər gəlməyə başladı. Sonra biz baxacaq ki, ustaların qapısının ağzında. Bəli, burada qazanan bir dənə ustalar olacaq, vəssalam. Çox sağ olun. Məsələ budur.